mən adam tanıyıram, içki qəbul edir, bir dəfə namaz qılır, 1-2 gün içki içir, onun cəzası var, yazı var burada. Ümumiyyətcə bir insan istər namaz qılsın, namaz qılmasın, içki içərsə ona günah yazılır. Böyük günahdır. İçki İslam dinində böyük günahlardan biridir, Allah qorusun. Və Quran-ı Kərimdə uca Allah Maidə surəsində şərabı, yəni içkini şeytan əməli adlandırır. Ona görə də burada fərqi yoxdur. Bir insan namaz qıldı, qılmadı, içki içirsə ona günah yazılır və bu əməlindən tövbə eləyib Allaha qayıtmalıdır. O ki, qaldı bəzi insanlar var, namaz qılır, həm də içki qəbul edir. Var elə insanlar, bəli, mənim özüm də eşitmişəm dəfələrlə. Deyirlər, filan kəs namaz qılır, həm də içki içir. Allah onları hidayət eləsin, islah eləsin o adamları. Təbii ki, bir adam namaz qılıb, həm də içki içirsə, o yenə də böyük günah sahibidir və Allahdan qorxub o əməlindən tövbə eləyib, ölüm gəlməmiş ona qayıtmalıdır. Çünki içki içmək yenə deyirik, böyük günahlardandır. Kiçik günahlardan deyil, böyük günahlardandır. Və Quran-ı Kərimdə uca Allah şeytan əməli adlandırır. Həmçinin Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm səhih hədisdə içkini içəni də, yəni şərabı içəni də, satanı da, daşıyanı da, onu hazırlayanı da lənətləmişdir. Necə də insan bu əməlindən tövbə eləyib Allaha dönməlidir. Və içki üzərə ölərsə, təbii ki, yəni tövbə eləməmiş bir insan içki üzərə ölərsə, ona axirətdə Allah qorusun əzab var, yəni.